Hamınıza salamlar, siz Aksayla vloga baxırsınız və bu videoda qarşıdan gələn sevgililər günü münasibətilə mən oğlanlarınıza nə hədiyyə etmək ideyaları haqqında danışmaq istəyirəm. Əgər bu sizə maraqlıdırsa videomuzun davamına baxın. Təbii ki, ən gözəl hədiyyə bizim oğlanlar üçün bu bayramları, ümumiyyətlə 8 Martı da yanına yapışdırıb tamamilə unutmaqdır. Lakin əgər siz yenə də buna baxmayaraq öz sevgilinizə hədiyyə etmək istəyirsinizsə, sevgililər günü münasibətilə diqqətli olun. İntuisiya və təcrübə mənə artıq deyir ki, ürək şəklində olan istənilən yastıqlar, krujkalar, albomlar, fotoramkalar, yəni foto çərçivələr heç də bizim sevdiklərimizin xoşuna gəlməyəcək. Ona görə də daha az şirin olan bir hədiyyələrə nəzər yetirək. İlk növbədə, əgər sizin sevdiyiniz futbolu sevirsə, konsertləri sevirsə, ən gözəl hədiyyə onun üçün təbii ki, bu məclislərə, bu tədbirlərə biletlər olacaq. Xüsusən də son zamanlar partilər, şou proqramlar, konsertlər və bu cür məclislər çox geniş yayılıbdır. İstənilən bu məclisə biletləri hədiyyə eləsəz, öz sevdiyiniz oğlana çox sevinər. Mütləq deyil ki, onlar sevgililər gündən ya öncə, ya da ki, daha sonra olsun. Paltarlardan nə isə hədiyyə eləyə bilərsiniz. Məsəl üçün papaq, şərf, qalstuk, babuçkalar, yəni kəpənəklər ala bilərsiniz. Əgər təbii ki, sevdiyiniz onu taxırsa, geyinirsə və marağındadırsa, bu çox gözəl, praktik bir hədiyyə ola bilər. Evli cütlüklərə nəzər salsaq, yəqin çox gəlinlərimiz öz ərlərinə sevgililər gününə xoşuna gələn bir rəsmli, nə bilim, ürəkli, bantikli alt paltarlar almaq istəyəcək. Amma o demək deyil ki, əgər o sizin xoşunuza gəlibsə, onun xoşuna gələcək. Ona görə də risk etməsəz daha yaxşı olar. Şükür Allaha ki, biz qadınların intuisiyası çox güclüdür və intuisiyamız bizi heç vaxt darda qoymur. Sizin sevdiyinizə çox diqqətli olun. Onun maraq dairəsində olan bir əşyalara fikir verin. Əgər o kompüter oyunları sevirsə, oyunlarla olan disk onun üçün çox gözəl hədiyyə ola bilər. Müasir zamanda oğlanlarımız istənilən bir elektron vasitələri, yəni elektron qazetlara daha çox böyük diqqətlə yanaşırlar. Ona görə də flash kart, nə bilim, mışqa, yəni mauzu nəzərdə tuturam. Onu alsanız, onu sevindirmiş olarsınız. Ona görə də maraq dairəsində mütləq diqqətli olun ki, hədiyyəniz onu doğrudan da sevindirsin və heç də dostların yanında gülünc vəziyyətə qoymasın. Ən gözəl hədiyyələrdən biri də ki, biz qadınlar bilirik ki, kişinin ürəyinə yol mədədən keçir. Siz ona gözəl bir şam yeməyi təşkil eləyə bilərsiniz. Ya təşkil eləyə bilərsiniz, ya bişirə bilərsiniz, ya da ki, sifariş eləyə bilərsiniz. Məsəl üçün, onun sevimli pizzasını və ya da ki, suşuları sevirsə, onu sifariş eləsəniz, onu heç də üzmüş olmayacaqsınız. Və ümumiyyətlə çalışın o günü böyük bir problem eləməyəsiniz. Çünki sevgini isbat eləmək üçün sırf sevgililər günü lazım deyil. Ən gözəl hədiyyə onun üçün məhz bu ola bilər. Siz Aksayla vloga baxırdınız. Əgər bu məsləhətlərim sizin üçün faydalı oldusa, like düyməsini basmağı unutmayın.